Ya Allah, salam aleyküm hörmətli izləyicilər. Bilgəhdə kəndlər massivindəyik. Gəlmişik köhnə milyonçu, xeyriyyətçi Əlbəndə Quliyevin evini çəkiliş eləməyə, satışa çıxıb. Həyət yanı sahə 33 sotdur. İçəridə 2 mərtəbəli tikili var, o üstündə hədiyyə verilir, belə deyək də. Yəni ev sayılmır, evin qiyməti düşmür hesaba. Qardaşımız indi göstərəcək. Buradan dayandığımız yerdən panorama düz dənizə açılır. Hələ burada 1 mərtəbə, 2 mərtəbə ev tikilsə, qarşısı alınmaz bir panoraması var. Yer hündürdəndir, yəni çökəkdə deyil. Sənəd köhnə arxivdə olan sənəddir, kupçaya gedən sənəddir. Kupça çıxartmaq olur. Alqı-satqı sənədi alqı-satqıya gedir, kupça çıxartmaq olur. Gördüyünüz kimi böyük 33 sotluq. Bir də onu qeyd edeyim ki, 3 tərəfi yol olduğuna görə buranı bir 6-7 yerə də bölüb tikib, bölüb satmaq olar da. Ev tikənlərə də sərfəli bir yerdir. Bölüb evləri tikib, villaları tikib, dəniz panoramalı villaları tikib satışa vermək olar. İnşallah qiyməti direktə yazılacaq. Allah alana da satana da xeyir versin.